Konuşma galiba. Sizi de kanınıza belanı. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il iyulun 3-də Sabunçu Tibb Mərkəzinə bıçaq xəsarətləri ilə Fərid Hüseynzadə çatdırılaraq əməliyyat olunub. Araşdırma zamanı məlum olub ki, hadisə Qaraçıxoy qəsəbəsində fərdi evdə baş verib. Zərər çəkmişə bıçaqla 2 dəfə zərbə vuran Səbinə Vəliyeva hadisə yerindən qaçsa da, əməliyyat axtarış tədbirləri nəticəsində 6 gündən sonra saxlanılıb. 3 iyul 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Qaraçıxoy qəsəbəsi Quliyev küçəsi 71 ünvanında baş verib. Məlum olub ki, hadisə evlərin arasında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınıb. Sabunçu Tibb Mərkəzinə çatdırılan Fərid Hüseynzadənin həyatı xilas olunub. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyi cəhd maddəsi ilə cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində iyulun 9-da cinayəti törədən Qazax rayon sakini 2006-cı il təvəllüdlü Səbinə Vəliyeva saxlanılıb. İstintaqla müəyyən edilib ki, iyulun 3-ü səhər saat 7 radələrində Səbinə Vəliyeva Qaraçıxoy qəsəbəsində yerləşən fərdi evdə lüt vəziyyətdə yuxudan uyandıqda əynindəki alt paltarının onunla birgə kirayədə qalan tanışı Fərid Hüseynzadə tərəfindən çıxarıldığını güman edib və bundan əsəbləşərək onu cəzalandırma qərarına gəlib. Açılıb qatlanan bıçaqla çarpayda yatmış Fərid Hüseynzadənin ürək nahiyəsinə 2 dəfə zərbə endirib. Zərbələrin təsirindən yuxudan oyanan şəxs müqavimət göstərib onu özündən kənara itələdikdə Səbinə Vəliyeva masada olan mətbəx bıçağını digər əlinə götürüb yenidən onun üzərinə gedib. Fərid Hüseynzadənin qışqırıq səsini eşidən qonşusu İsmail Feyzullayev evin qapısını döyüb onu çağırdıqda yaralanan şəxs çölə qaçıb. Vaxtında xəstəxanaya çatdırılıb tibbi yardım göstərilməklə zərər çəkmişin həyatı xilas olunduğundan Səbinə Vəliyeva iradəsindən asılı olmayan səbəblərdən qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib. Hayır, hayır. Tamam. Ne olur? Məhkəmə iclasında Səbinə Vəliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 18 yaşı var. Kollecdə təlim təşkilatçılığı ixtisası üzrə oxuyub. Əvvəllər valideynləri ilə Əhmədli qəsəbəsində kirayədə yaşayıb. Bir neçə ay əvvəl atası ilə mübahisə etdiyi üçün evdən gedib və müxtəlif ünvanlarda qalıb. Arabir telefonla anası ilə əlaqə saxlayıb. Mağazada, sonra isə kafedə işləyib. İyun ayında mağazada işləyən Tural adlı şəxs ev tapana qədər Fərid adlı tanışının yanında qala biləcəyini söyləyib. O razılaşıb. Onlar eyni otaqda yatıblar. İyulun 2-də tanışı İlham Orucovla Yeni Günəşli qəsəbəsində yerləşən kafedə yeyib içəndən sonra gecə saat 1-də evə gəlib. Həmin gecə Fərid də sərxoş halda evə gələrək onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. O buna etiraz edib. Deyib ki, səhər açılana qədər evdə qalacaq və sonra bir dəfəlik çıxıb gedəcək. Bu zəmində aralarında mübahisə baş verib. Fərid ünvanına çox ağır söyüşlər söyərək onu alçaltıb. Dəfələrlə ona danışığına fikir verməsini bildirib. Ayın 3-ü saat 6-da yuxudan oyananda alt paltarının eynində olmadığını görüb və Fəridin bu hərəkətindən qəzəblənib. Masanın üzərindən götürdüyü bıçağı boğazına sancmaq istəyib. Lakin yuxulu vəziyyətdə olan Fəridin bir qədər tərpəndiyini görüb, dərhal sinəsinə ardıcıl zərbələr endirib. Fərid qışqıraraq həyətə qaçıb. Arxasınca bayıra çıxdıqda qonşuları görüb. Buna görə onu təqib etməyərək içəri keçib. Sonra əlində olan bıçağı yerə ataraq hadisə yerindən qaçıb. İstintaqda dindirmə protokolunu oxumadan imzalayıb, müstəntiq tərəfindən ona təzyiq göstərilib, həmin şəxsi öldürmək məqsədi olmayıb.
Məhkəmədə elan olunmuş Səbinə Vəliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, Fəridlə intim əlaqədə olmayıb. Hadisə vaxtı istifadə etdiyi bıçaq onun özünə məxsus olub. Fərid yatmış vəziyyətdə olmayıb. Otaq qaranlıq olduğundan onun hansı nahiyələrinə bıçaqla zərbələr vurduğunu xatırlamır. Hadisədən sonra taksi ilə əvvəl Günəşli, sonra isə Əhmədli qəsəbəsinə gedib, bıçağı dənizə atıb. Hadisə necə oldu belə? Əgər sən ifadə edilmədiyin günlərdə qaldı. Məhkəmə təşkil edir ki, hadisə necə oldu belə? Çünki mən xatırladıram ki, istintaqda da müstəntiqə ifadə verir. Eşit istemiyorum. Onu haradan tanıyırdınız, necə tanış oldunuz? Elə başqa tanış. Sən dedin ki, yaşamaq başladı. Qara çıxırdan. İndi orada nə baş verdi? Yəni, dostun münasibətə verdi. Başqa münasibətə verdi. Dostun sərxoş idi. Nə dedi sizə? Nə təşkil edir? Cinsi əlaqədə olan təşkil edir, siz neynədir, sən baxdın. Rahat olmadınız da, öyle mi? Sonra səhərə yaxında 5-30 radələri. Nə oldu? Bizcimiz yoxdur. Neynədir sən bunu? Həmin neynədir? Gördünüz, ödəki kimə vermiş, ha? Neynədir? Bağışın. Sonra haradan götürsün, danışında bir soruşmayaq da. Şkafın üstünü tutan neyə inədəcək? Cəzalandırmaqsa. Vurdunuz, sonra neyə inədiniz? Qaçdınız, vurdunuz, qaçdınız. Neçə bıçaq zərbəsi vurdunuz? Danışın. Bir neçə bıçaq zərbəsi vurdunuz. Sonra hara qaçdınız, danışın da. Dostları kimdir, deyil mi? Tanışlarına zərb oldu, getdiniz hara? Hara getdiniz? Yeni güneşli, köhnə güneşli. Anladınız, tanışarsınız, bilmədilər ki, bəs olmaz şəxsini yerlərdə demək. Həmin gün gəldiyi fikirlərdə, yəni təşkillərəsiz səsə. Təşkillərdə sonra nə edirsiniz? Yəni, ağlamda nəsə olmuş? O sizin təhəqqil edərsiniz, onu təhəqqil edərsiniz. Yorumlara nəsə təşkil edəndə sizi anlamlı verir. Nəsə soruşursunuz ki, mənə aparmışsınız sağlar. Yəni, cavab verir sizə. Necə cavabmışdır, yox, o yalan verir. Savcı kötü kələsini izah səsinizi. Niyə keçirsiniz o zamanlara? Yəni, bağlı lazım, sözündə asıqlar olur. Həmin sağlıyorsunuz oradan, evin sistemanı sağlıyor. Kötü sənəmin sağlığına, yəni, yaratmışda o yararlı durumlara yansız edəklərə. Neçə sənəm buzulur? Hansı sənəsindən buzulur? Sözünüz boşdur sizə. Tərbiyə verilmiş, razı deyilmişsən ya, yəqin ki, ha? Nə ziliyyə tanımışdı atanlar, valideyn aranır? Yəqin deyil ki, ağıllı ol da. Bəs orada kirədə yaşayanda orada bizən kim olurlar, səni axtarmırlar ki, qayd edər.
Zərərçəkmiş Fərid Hüseynzadə ifadəsində göstərib ki, usta işləyib. Səbinə Vəliyeva ilə bir evdə təxminən 20 gün yaşayıb. Bir neçə dəfə onun razılığı ilə cinsi əlaqədə olublar. Onlar sevgili olmayıb. Hər biri sərbəst olaraq öz həyatını yaşayıb. O başqa qızlarla görüşüb. Səbinə də evdən səhər çıxıb gecə qayıdıb. Bəzən evə gəlməyib. İyulun 2-də dostları ilə Qaraçuxur qəsəbəsində kafedə pivə içib. Saat 1 radələrində evə gəlib. Təxminən yarım saatdan sonra Səbinə də sərxoş halda evə qayıdıb. Ondan harda içki içdiyini soruşmayıb. Ayaq üstə güclə dayanaraq onun yanında əynində olan paltarlarını dəyişib. Bir qədər mübahisə ediblər. Saat 2 radələrində Səbinə yatıb. O isə səhər saat 6-ya kimi telefonda oyun oynayıb. Döş qəfəsində ağrı hiss edib oyandıqda sinəsindən təzyiqlə axan qanı və əlində bıçaqla Səbinənin başının üstündə dayandığını görüb. Özündən kənara itələdikdə o masanın üzərindən ikinci bıçağı da götürərək yenə onu vurmaq istəyib. Eyni heyətdə kirayədə qalan İsmail adlı şəxs qapılarını döyərək nə baş verdiyini soruşub. Güc toplayıb çölə qaçaraq həmin oğlanın qaldığı otağa girib. Sonra onu xəstəxanaya aparıblar. Zərərçəkmiş əlavə edib ki, açılıb qatlanan gümüşü rəngli bıçaq Səbinəyə məxsus olub. Zərbələri həmin bıçaqla vurub. Hadisə vaxtı Səbinənin əynində qara rəngli idman şalvarı və köynəyi olub. Həmin gecə onu soyundurmayıb. Şahid Rüfət Hüseynov ifadəsində göstərib ki, Səbinə Vəliyeva Qaraçuxur qəsəbəsində kafedə ofisant işləyib. Aralarında yaxın münasibət olmayıb. Çay içmək üçün növbəti dəfə kafeyə gedəndə obyektin müdiri Səbinənin bir nəfəri bıçaqladığını və polis əməkdaşları tərəfindən saxlanıldığını söyləyib. Təqsirləndirmə şəxsini alırsınız? Zərərçəkmiş şəxsini alırsınızmı? Düşməsinin qolumuz maslarımız yoxdur ki, şəxsləriniz. Qarış görək, onu tanıyırdın, kafedə tanıyırdın. Orada akşam işkəndən oraya çıxarışdı. Orada tanıdığın yox, aranında bir nəsə. Rusiya aramızda şey oluyor. Samanlar iş oluyor. Dost şey. Sonradan eşitdiyi nə başlayır? Bu soranlar sonra nə? Nə eşitdiyi danışdı? Eşitmiş olan. Kafeyə işlərini Yəni hadisəni görmürdü, İstidaqdakı ifadən təsdiq edirsin, müstəndə düzgün danışırsınız. Müstəndə yanları tezgiləri işlə edilərdir. Təşəkkür edir ki, sən edə bilərsin, sağ olun. Elan olunmuş şahid İsmail Feyzullayevin ifadəsindən görünüb ki, qonşusu Fərid sinəsindən qan axa-axa onların evinə qaçıb və girişdə yerə yıxılıb. Səbinə onun arxasınca çıxıb, hər iki əlində bıçaq olub. Ondan nə etdiyini soruşsa da cavab verməyib. Fəridə kömək etmək üçün öz evinə keçib. Hadisədən sonra yerdə mətbəx bıçağını görüb, lakin üzərində qan ləkələri olmayıb. İsmail da bildirir ki, ifadəsində o bildirir ki, Fərid son bir həftədə bir kəftdə ağrı sonunda bildiyi Səbinə Vəliyeva adlı qızı qalmağa başlamışdır. Sonra Fəridin otağının işli səsini eşitmişdir. Fərid gəlib qapını döyərək səslənmiş. Fərid anında qapını açıb əlindən yalnız alt paltarıyla ona tərəf qaçmışdır. Fəridin sinəsindən qan axmış. Səbinə Fəridin arxada çıxmış, hər kəmdə bir yerdə olub və bir kərə bıçaq olmuşdur. Şahid Vüsal Rəhimov bildirib ki, Əhmədli qəsəbəsində şərab evində satıcı işləyir. İyulun 3-də Səbinə ilə iş yerinin yaxınlığında parkda görüşüb. Səbinə bir evdə qaldığı oğlanla dalaşaraq onu söyüb qaçdığını, buna görə qalmağa yeri olmadığını deyib, ondan ev tapmağını xahiş edib. Bundan sonra sağollaşaraq ayrılıblar. Bir neçə gündən sonra dostları ilə Novxanı çimərliyində olanda Səbinə başqa nömrədən zəng edərək harda olduğunu soruşub və sonra yanına gəlib. Orada istirahət etdikdən sonra dostunun avtomaşını ilə Səbinəni aparıb Əhmədli qəsəbəsində düşürüb. İyulun 8-də polis əməkdaşları iş yerinə gəlib qızı axtardıqlarını və onun bir evdə qaldığı oğlanı bıçaqladığını bildiriblər. Onlara Səbinəni axırıncı dəfə harda gördüyünü deyib. Prokuror təqsirləndirilən şəxsə 11 il 3 ay cəza təyin edilməsini istəyib. Zərər çəkmiş Səbinə Vəliyeva ilə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib. Vəkil müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib. Son söz hüququndan istifadə edən Səbinə Vəliyeva əməlindən peşman olduğunu söyləyib.
Məhkəmə nəticəyə gəlib ki, Vəliyevanın əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29.120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və 29.120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. 2025-ci il iyulun 22-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Səbinə Vəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. 2020-ci il noyabrın 10-u saat 16 radələrində Ələsgər Qayıbov küçəsində aralarında yaranmış mübahisə zamanı 20 yaşlı Elnur Rəhimli işlədiyi kafedən götürdüyü bıçaqla 36 yaşlı Əli Zeynalova bir dəfə zərbə vurub. Zərər çəkmiş 5 sayılı şəhər xəstəxanasına aparılarkən yolda kəskin qan itirmədən dünyasını dəyişib. Cinayəti törədən Elnur Rəhimli 2 gündən sonra Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 2020-ci il noyabrın 10-da 1984-cü il təvəllüdlü Əli Zeynalovun aldığı bıçaq yarasından ölməsi barədə 5 sayılı şəhər xəstəxanasından 17-ci polis şöbəsinə məlumat verilib. Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasına rəyinə görə Əli Zeynalovun ölümünə qoltuq-altı arteriyasının zədələnməsi ilə müşahidə olunan kəskin qan itirmə səbəb olub. Ayın 12-sində İmişli rayon sakini 2000-ci il təvəllüdlü Elnur Rəhimli saxlanılıb. Məlum olub ki, o 2015-ci ildə Kürdəmir rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 127-ci xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə 1 il şərtli cəzaya məhkum olunub. İstintaqla müəyyən edilib ki, noyabrın 10-u saat 16 radələrində kafenin kuryerləri Elnur Rəhimli və Kamil Mirzəyev sifarişləri müştərilərə çatdırıb iş yerinə qayıdarkən Ələsgər Qayıbov küçəsi 20 ünvanında əvvəllər tanımadıqları Əli Zeynalovla mübahisə ediblər. Sonuncuya məxsus Mercedes markalı avtomobilin arxa tərəfinə keçib dava edərkən Elnur Rəhimli bıçaqla həmin şəxsin sol qoltuq altı nahiyəsinə bir dəfə zərbə vuraraq onu qəsdən öldürüb. İş üzrə dindirilmiş Elnur Rəhimli bildirib ki, hadisədən 2 ay əvvəl işləmək üçün İmişli rayonundan Bakı şəhərinə gəlib. Nizami rayonunun Kəşlə qəsəbəsində dayısı və nənəsi ilə birlikdə yaşayıb. İslam Abışov küçəsi 16 ünvanında yerləşən restoranda kuryer işləyib. Mopedlə sifarişləri müştərilərə çatdırıb. Noyabrın 10 saat 16 radələrində iş yoldaşı Kamil Mirzəyev ilə birlikdə sifarişləri çatdırıb restorana qayıdarkən Ələsgər Qayıbov küçəsi 20 ünvanında dayanıblar. Siqaret almaq üçün mopeddən düşüb köşkə tərəf gedib. Bu zaman tanımadığı şəxs mopeddə oturan Kamilə yaxınlaşıb, ona üstünə niyə adam gətirdiyini deyib. Buna görə qayıdıb, nə məsələ olmasını soruşub. Kamil ona heç nə söyləməyib. Əli Zeynalov isə maşına oturmasını deyib. Sonra yaxasından tutub onu Mercedes Sprinter markalı avtomobilə tərəf dartmağa başlayıb. Yoldan keçən şəxslər onları aralayıblar. Bu zaman Əli anasını söyüb. Bundan qəzəblənib işlədiyi restorana qaçıb, arxa qapıdan mətbəxə daxil olub və məişət təyinatlı bıçağı götürərək dalaşdıqları yerə qayıdıb. Heç kimə fikir vermədən birbaşa Əli Zeynalovun üzərinə gedib və sağ əlində saxladığı bıçaqla onun döş qəfəsinə güclü zərbə vurub. Hadisənin şahidləri onu tutub kənara çəkiblər. Bıçaq əlindən yerə düşüb. Bundan sonra restoranın qarşısına gələrək biraz orada dayanıb, iş yerindən götürdüyü velosipedlə yaşadığı evə gəlib. Növbəti gün polis əməkdaşları tərəfindən orada saxlanılaraq 17-ci şöbəyə aparılıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülsadə Zeynallı ifadəsində göstərib ki, 2010-cu ildə Əli Zeynalovla ailə həyatı qurub, 2 övladları dünyaya gəlib. Əli idarə etdiyi avtomaşınla yük daşıma işi ilə məşğul olub. Noyabrın 10-u saat 17 radələrində yoldaşına zəng etdikdə tanımadığı şəxs ona Əlini 5 saylı xəstəxanaya apardıqlarını deyib. Bir neçə saatdan sonra onun öldüyünü bilib. Hadisənin hansı şəraitdə baş verməsindən məlumatı yoxdur. Şahid Kamil Mirzəyev bildirib ki, sifarişlərin əksəriyyətini restoranla yaxın məsafədə yerləşən ünvanlara çatdırıblar. Noyabrın 10-u saat 15 radələrində sifarişləri götürüb velosipedlə Baksol yolu alınan əraziyə tikinti materiallarının satışı olan tərəfə yollanıb. Qayıdarkən restorana 200 metr qalmış, yolun kənarında dayanan ağ rəngli maşının pəncərəsindən Əli Zeynalov işarə edərək ondan dayanmasını xahiş edib. Ona dönər gətirməsini deyib. Əli Zeynalova kuryer olduğu üçün sifariş qəbul edə bilməyəcəyini, restorana zəng etməsini, yalnız bundan sonra sifarişi çatdıracağını söyləyib. Heç bir səbəb olmadan həmin şəxs onu söyüb və avtomobilin pəncərəsini bağlayıb. İş yerinə gəldikdə Elnur Rəhimlinin sifarişləri çatdırmaq üçün hazırlaşdığını görüb. Onunla birlikdə getməsini xahiş edib. Sifarişləri çatdırıb geri qayıdarkən Elnur siqaret almaq üçün mopedi köşkün qarşısında saxlayıb. Bu zaman kənardan Əli Zeynalov yaxınlaşıb, ona üzərinə adam gətirməsini bildirib. Sonra hər ikisindən maşına oturmalarını tələb edib. Elnur yumruq zərbəsi vuraraq əlini yerə yıxıb. Hər ikisinin fiziki cəhətdən ondan daha güclü olmasına görə onları ayıra bilməyəcəyini başa düşüb və buna görə yanlarından keçən 2 nəfərdən kömək istəyib. Əli Zeynalovun ağır nalayiq ifadələrindən əsəbləşən iş yoldaşı restorana tərəf qaçıb. Onları ayıran şəxslər Əliyə Elnurun uşaq olduğunu və onunla işi olmamasını deyiblər. Elnurun hadisə yerinə gəldiyini və arxasınca digər iş yoldaşlarının qaçmasını görüb. Elnurun zərbə vurduğunu görməyib. Şahid Asım Ağaverdiyev ifadəsində göstərib ki, küçədə insanların toplaşdığını görüb, həmin yerə yaxınlaşıb. Əli Zeynalovun sinəsindən təzyiqlə qan axdığını və asfalt üzərində mətbəx bıçağını görüb. Elnur adlı sürücü təcili tibbi yardıma zəng edərək məlumat verib. Yollarda tıxac olduğundan tibbi briqadanın gec gələcəyini düşünüb, Əlini özünün idarə etdiyi avtomobilə yerləşdirib xəstəxanaya aparıblar. Yolda Əli nəfəsi çatmadığını deyib. Xəstəxananın heyətində maşından düşürdüb əməliyyat otağına aparan zaman o artıq keçinib. Məhkəmə iclasında Elnur Rəhimli ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Elnur Rəhimlinin əməli İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və 221.3-cü xuliqanlıq silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə maddələri ilə düzgün tövsif edilib. O həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2021-ci il sentyabrın 17-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Elnur Rəhimli 17 ilə 6 ay müddətinə azadlıqdan məhrum olunub. 5 gün qaldı.